Dəyişiklik. Bilirsiniz, bu söz bəzilərini qorxudur, bəziləri üçün isə yeni bir fürsət deməkdir. Amma əslində bu nə qorxulu, nə də sadəcə bir ofis terminidir. Bu, təbiətin ən fundamental qaydasıdır, sağ qalmağın özüdür. Gəlin, bu gün birlikdə dəyişikliyin sirrini açaq və onun necə öz xeyrimizə çevirə biləcəyimizi öyrənək. Yaxşı, gəlin birbaşa mətləbə keçək. Bu mövzunun nə qədər həyati olduğunu tam anlamaq üçün gəlin milyonlarla il geriyə gedək. Təbiətin bizə verdiyi ən sərt, amma ən aydın dərslərdən birinə baxaq. Baxın, bu şəkil hər şey deyir. Dinozavrlar o vaxtın nəhəngləri idi, çox güclüydülər. Amma bir şey hazır deyildilər, dəyişikliyə. Məməlilər isə onlardan qat-qat kiçik və zəif olsalar da bir üstünlüklər var idi. Onlar uyğunlaşa bildilər. Nəticə, bugün dünyanı onlar idarə edir. Bu, təkcə biologiya dərsi deyil, həm də biznes və həyat üçün ən vacib dərsdir. Deməli, qarşımızda bir seçim var və bu elə-belə nəzəri bir sual deyil, yox. Bu, hər birimizin hər gün işdə, həyatda üzləşdiyi bir reallıqdır. Bəs siz hansı yolu seçəcəksiniz? Məsələnin kökü əslində budur. Ya hadisələrin arxasınca sürünüb, məcburiyyətdən nəsə edəcəksiniz, ya da sükanı ələ alıb, hadisələri özünüz idarə edəcəksiniz. Reaktiv olmaq nədir? Yanğın başlayandan sonra vedrə ilə su daşımaqdır. Çox vaxt isə artıq gec olur. Proaktiv olmaq isə o yanğının heç vaxt baş verməməsi üçün əvvəlcədən tədbir görməkdir. Biri müdafiədir, digəri isə hücum. Əlbəttə, bir yol da var. Heç nə etməmək, başını quma soxub, bəlkə fırtına ötüb keçər deyə gözləmək. Amma unutmayın, bu, məhz dinozavrların seçdiyi yol idi və sonunun necə olduğunu hamımız çox yaxşı bilirik. Yaxşı, bəs bu qədər danışdığımız dəyişiklik həqiqətən də qorxulu və gözlənilməz bir şeydir. Əslində, heç də elə deyil. Gəlin birlikdə baxaq. Dəyişiklik əslində kainatın özü qədər təbii və proqnozlaşdırıla bilən bir qanundur. Gəlin ən başdan başlayaq. Dəyişiklik nədir axı? Ən sadə dillə desək, A nöqtəsindən B nöqtəsinə hərəkət etməkdir. Bəzən bu, kiçik bir addım olur, bəzən isə sanki başqa bir dünyaya sıçrayış kimi hiss olunur. Dəyişikliyin ən gözəl və ən proqnozlaşdırıla bilən nümunəsini elə hər il özümüz görürük. Fəsillər. Hər şey yazla başlayır, elə deyilmi? Təbiət qış yuxusundan oyanır, hər tərəf canlanır, yenilənir. Bu, başlanğıcdır. Yazdan sonra bolluq və böyümə dövrü olan yay gəlir. Bu, təbiətin mükəmməl bir ritmidir. Hər şeyin öz vaxtı var və hər mərhələ özündən sonraki mərhələ üçün zəmin hazırlayır. Ən maraqlısı da odur ki, təbiət bu dəyişikliklə mübarizə aparmır, ona təslim olur, onunla birlikdə hərəkət edir. Payız gələndə ağaclar bilir ki, bu bir son deyil, bu sadəcə olaraq qışa, yəni dincəlmə dövrünə bir hazırlıqdır. Və nəhayət qış. İstirahət, enerji toplama və yenidən başlamağa hazırlıq vaxtı. Və unutmayaq ki, biz insanlarda bu təbiətin bir parçasıyıq. Bizim bir növ olaraq sağ qalmağımız məhz bu böyük təbii dəyişikliklərə uyğunlaşma bacarığımızdan asılı olub. Deməli, anladıq ki, dəyişiklik təbii bir prosesdir. Yaxşı, bəs o həmişə eyni sürətlə baş verir? Xeyr. Gəlin onun iki fərqli tempini, iki fərqli üzünü araşdıraq. Gəlin informasiyanın hekayəsinə baxaq. Bəzi ən böyük dəyişikliklər əslində çox yavaş, addım-addım baş verir. Hər yeni mərhələ əvvəlkinin üzərində qurulur. Heç kim bir gecədə papirusdan planşetə keçmədi, elə deyilmi? Bu, əsrlər çəkən tədrici bir inkişafdır. Lakin dəyişiklik həmişə belə sakit və proqnozlaşdırıla bilən olmur. Bəzən o bir fırtına kimi gəlir və hər şeyi bir anda kökündən dəyişdirir. Bu, artıq təkamül deyil. Bu, bir inqilabdır, yəni transformasiyadır. Bax, texnologiyanın tədrici inkişafından fərqli olaraq, burada tamamilə başqa bir proses var. Tırtıl sadəcə daha sürətli və ya daha yaxşı bir tırtıla çevrilmir. Xeyr, o tamamilə yeni bir varlığa, uçan bir möcüzəyə, kəpənəyə çevrilir. Köhnə forma tamamilə yox olur və yerində tamamilə yeni bir şey yaranır. Yaxşı, bütün bu fəsillər, tırtıllar, texnologiyalar, bəs bütün bunların bizim işimizlə, bizim təşkilatımızla nə əlaqəsi var? Gəlin görək bu anlayışları iş mühitinə necə tətbiq etmək olar. Və burada bir qızıl qayda var. Dəyişikliyin miqyası nə qədər böyükdürsə, sizin reaksiyanız və strategiyanız da o qədər güclü olmalıdır. Yəni, kiçik bir problemə atom bombası ilə cavab vermək olmaz, nə də ki, böyük bir böhranı yüngül bir tədbirlə həll etmək mümkün deyil.
Baxın, bu cədvəl sizin dəyişiklik kompasınızdır. Qarşılaşdığınız problemin hansı səviyyədə olduğunu anlamaq üçün möhtəşəm bir vasitədir. Məsələn, bir departamentdə yeni bir proqram tətbiq etmək səthi bir dəyişiklikdir. Amma bütün şirkətin iş prinsipini dəyişib, tamamilə yeni bir bazara daxil olmaq ən dərin səviyyədə bir dəyişiklikdir. Bu artıq şirkətin DNT-sini dəyişmək deməkdir. Hansı dərinlikdə olduğunuzu bilsəniz, doğru alətləri seçə bilərsiniz. Beləliklə, dəyişikliyin nə olduğunu, onun fərqli üzlərini və işimizdəki təzahürlərini araşdırdıq. Bütün bunlarsa bizi başladığımız o ən vacib suala geri qaytarır. Və bütün bu izahatın əsas mesajı budur: anlamaq gücdür. Dəyişiklikdən qorxmaq əvəzinə onu bir tapmaca kimi görün. Onu anlamağa çalışın. Çünki siz onu anladığınız an qorxu yox olur və idarə etmə sizin əlinizə keçir. Və sonda hər şey bu tək, amma həlledici suala gəlib çıxır. Dəyişiklik qapınızı döyəndə siz gücünüzə arxayın olub heç nə etməyən dinozavr olacaqsınız, yoxsa çevik davranıb uyğunlaşan məməli. Unutmayın, bu sadəcə bir seçim deyil, bu sizin gələcəyinizdir.